Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Sizə söz verdiyimiz kimi biz Quran-ı Kərimdə Allah Təbarək və Teala üçün istifadə olunan, işlənən əl barəsində danışacaq. Qeyd etdik ki, Allah Təbarək və Teala Quran-ı Kərimin 10 ayəsində bu əl sifətini özünə nisbət verib. İnşallah bir-bir bu ayələri birlikdə araşdıracaq və doğru düzgün təfsiri Allahın izni ilə siz əzizlərin xidmətinə ərz edəcəyik, çatdıracaq. Deməli, ilk oxuyacağımız ayə Sad surəsinin 75-ci ayəsidir. Elə onlar ən əsas bu ayəyə istinad edirlər. Bir-iki veriliş bu haqda olacaq söhbətimiz. Bir-iki dənə tanınmış əhl-i sünnə müfəssirinin, təfsir aliminin nəzərini gətirəcəyik və daha sonra da bəzi şiə alimlərinin nəzərlərinə işarə edəcəyik. İlk öncə birlikdə ayəni oxuyaq və daha sonra keçək təfsirinə və izahına. Allah Təbarək və Teala Sad surəsinin 75-ci ayəsində buyurur. Bilirsiniz, mövzu Həzrəti Adəm əleyhissalamın xəlq olunması, yaranmasıdır və həmçinin Allah Təbarək və Teala ki, əmr edir iblisə səcdə etsin, iblis boyun qaçırır, mələklər səcdə edir və Allah Təbarək və Teala ilə iblis arasında baş verən o diyaloqdur. Təbii ki, bu öz yerində araşdırılmalıdır ki, Allah Təbarək və Teala necə kəlamını çatdırır mələklərə, cinlərə, insanlara, o ayrı bir mövzudur. Bu ayədə oxuyuruq, Əuzu billahi minəşşeytanirracim, qalə, yəni Allah Təbarək və Teala buyurdu, Ya iblisu, ey iblis, mə mənəəkə ən təscudə limə xalaqtu biyədəyyə. İki əlimlə xəlq etdiyimə səcdə etməyə sənə nə mane oldu? Yəni, hansı amil səbəb oldu ki, mən öz iki əlimlə xəlq etdiyimə sən səcdə etməyəsən? Əstəkbərtə, təkəbbür etdin, əm kuntə minəl-alin, yoxsa alilərdən, üstünlərdən oldun. Ki, davamını da bilirik, iblis dedi, mən ondan xeyrəm, yaxşıyam, onu torpaqdan yaratmışam, məni isə oddan yaratmışam. Buradan istifadə edirlər, deyirlər, xalaqtu biyədəyyə. Allah Təbarək və Teala, onlar deyirlər, bütün varlıqları kun fəyəkunla yaradır. Amma Həzrəti Adəmi və bir neçə varlığı ki, ixtilafdır. Çünki müxtəlif hədislər gəlib. Bəziləri deyirlər 3 dənə, bəziləri deyirlər 4 dənə öz əli ilə xəlq edib. Onlardan biri də Həzrəti Adəmdir. Məsələn, hətta var ki, Allah Təbarək və Teala Tövratı öz əli ilə yazıb. Ki, yəni Allahın əli ilə, birbaşa öz əli ilə gördüyü işlərdən biri də Tövratın yaranmasıdır. Firdovs, bəzi hədislərdə də Adın cənnətinin xəlq olmasıdır, qələmin xəlq olması. Qeyd etdiyimiz kimi ifadələr fərqlidir. O ki, yekdil şəkildə qəbul olunur, Həzrəti Adəm əleyhissalamın iki əl ilə xəlq olunmasıdır ki, Allah Təbarək və Teala deyir, mən iki əlimlə xəlq etdim. Və digər varlıqlar isə kun fəyəkunla xəlq olur və hətta bu barədə də hədislər var. Lakin burada bir məsələyə toxunum, daha sonra keçək ayənin izahına. Siz gedin, müraciət edin inşallah. O ayə ki buyurur, bəziləri gəlib sual etdilər Həzrəti İsa barəsində, bəzi xaspərəstlər. Allah Təbarək və Teala buyurur ki, Həzrəti İsa'nın məsəli Adəm əleyhissalama bənziyər. Xalaqahu min turab, Allah Təbarək və Teala onu torpaqdan yaratdı, thumma qalə ləhu kun fəyəkun, sonra ona dedi, ol və o da oldu. Deməli, Allah Təbarək və Teala Həzrəti Adəmi də kun fəyəkunla yaradıb. Amma bunlar istəyirlər cavab versinlər. Deyirlər, xeyr, fərqli odur ki, Allah Təbarək və Teala digər varlıqları birbaşa kun fəyəkunla yaradır. Amma Həzrəti Adəmi əli ilə yaratdıqdan sonra, düzəltdikdən sonra sanki ona dedi kun fəyəkun. Əlbəttə, bu da özünüz də bilirsiniz, çox qəribə bir toplamadır. Yəni, sanki elə təsəvvür edilir ki, Allah Təbarək və Teala cəm eləyib, Həzrəti Adəmin bütün maddi yönünü onları toplayıb bir yerə və ondan sonra ona deyib kun fəyəkun. Yəni, biraz
biraz yox, çox çaşıblar burada və çox çabalayıblar, səy ediblər ki, bu iki dənə ayə arasında ziddiyyəti, onlar üçün ziddiyyətdir. Bizim üçün ki, ziddiyyət deyil. Biz deyirik ki, Allah Təbarək və Teala hər bir şeyi kun fəyəkunla xəlq eləyir. Əlbəttə, bu da izah olunmalıdır ki, Allah Təbarək və Teala hər dəfə kun fəyəkun demir ki, və innəmə əmruna vahidə belə bir ayə olmalıdır ərəbcəsin, ola bilsin doğru deməyim. Allahın bir dənə əmri var. Allah bu Adəmi bir əmri ilə kun fəyəkun, onlar xüsusi cəhətlərə görədir. Hər halda, hətta götürək hər dəfə ki, kun fəyəkun deyir, Həzrəti Adəmdə də bu kun fəyəkun var. Gedin bu ayəni araşdırın. Onların sözü nədir? Onların sözü budur ki, biyədəyyə, yəni öz iki əlimlə. Deməli, burada qısa şəkildə əslində biz tənqid elədik. Yəni, onlara irad bildirdik ki, siz ki, gəlib deyirsiniz, Adəmi birbaşa öz əli ilə xəlq eləyib, iki əli ilə. Amma digər varlıqları kun fəyəkunla bu Quran-ı Kərimə ziddir. Çünki Quran-ı Kərimin həmən ayəsində buyurur ki, biz məsəluhu, İsa'nın məsəli Adəmin məsəlinə bənzəyər. Ki, onu torpaqdan yaratdı və ona dedi ki, kun fəyəkun, ol və o da oldu. Deməli, Həzrəti Adəm də kun fəyəkunla yaradıb. Amma ayənin dəqiq izahı nədir? Və Əhl-i Sünnənin məşhur alimləri bu barədə nə deyir? Və həmçinin Şiənin məşhur alimləri bu barədə nə deyir? İnşallah növbəti verilişlərimizdə bu məsələni aydınlaşdırarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.